Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanın bir zamanlar məşhur müğənnisi olmuş Zahidə Məmməd Salahova dünyasını dəyişib. Xəbər verilir ki, bu barədə məlumatı jurnalist Sara Safura verib. Müğənninin uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Qeyd edək ki, Zahidə Məmməd Salahovanın rəhbərlik etdiyi Nigar Qızlar ansamblı zamanının ən məşhur musiqi qrupu idi. Həmin ansamblda bir çox tanınmış müğənnilər çıxış ediblər. Allah rəhmət eləsin, əzizlərinə, yaxınlarına səbir diləyirik. Xalq artisti Cavan Zeynallı vəsiyyəti haqqında danışıb. Xəbər verilir ki, bu barədə o bir gün verilişində danışıb. İfaçı varisinin olmadığını bildirib. Çətin məsələdir. Beynimə gəlmir ki, mirasım necə olacaq? Çünki hələ yaşayıram, evim dövlətə qalacaq. Mən bu dünyadan rahat gülə-gülə gedəcəyəm, ölümdən qorxmuram.